Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel mursalin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Amma ba'd. Yenə də ruqiyyə haqqında dərslərimizə davam edirik. Şəri ruqiyyə və şəriətdə ruqiyyənin edilmə formaları. Və bugünkü mövzumuz da ruqiyyə zamanı ictihad etməyin hökmü. Yəni ictihad etmək nə deməkdir? Yəni müəyyən formaları insan, alimlər ictihad edib o cürünə ruqiyyə eləyiblər. Hansı ki, bunlar şəriətdə gəlməyib. Bu cürünə ruqiyyə eləmək icazəlidirmi, yoxsa yox? Alimlər bu məsələdə, ruqiyyə məsələsində şəriətin ruqiyyə üçün qoyduğu qaydalar üzərində ictihad etməyi icazə veriblər. İcazəli görüblər. Yəni, əgər o ruqiyyə ki, şəriətdə ruqiyyənin biz rukunların keçmişdik, şərtlərin keçmişdik ki, hansı şərtlər üzərində olmadı ruqiyyə. Əgər o şərtlər ödənərsə ruqiyyədə müəyyən ictihadlar eləmək icazəlidir. Və o şərtləri də biz əvvəlki dərslərimizdə götürmüşdük ki, onlardan məsələn birincisi hansı şərt idi? Ruqiyyə Allahın kitabı ilə və yaxud da Peyğəmbər sallallahu əleyhi və səlləm sünnəsində gələn formalarda və Allahın adları və sifətləri ilə olmalıdır. İkinci şərt, deməli, ruqiyyədə şirk və yaxud da şirkə aparan formalar olmalı deyil. Və üçüncü, insan etiqad etməlidir ki, ruqiyyə öz-özlüyündə təsir etmir, təsir edən Allahın təqdiridir, Allah Subhanahu taaladır, Allahın şəfasıdır təsir edən. Ruqiyyə bir səbəbdir. Dördüncü şərtdə ki, ərəb dilində olmalıdır ruqiyyə və yaxud da başqa dildə olsa da başa düşülən formada olmalıdır. Və beşinci də orada sehrə oxşayan formalar olmalıdır. Və bunlar haqqında artıq danışmışdıq. Bu şərtlərdən qırağı çıxmırsa, o zaman ruqiyyədə ictihad etmək icazəlidir. Və buna dəlillər də nədir? Sünnədən kifayət qədər dəlil var ki, sahabələr ruqiyyədə müəyyən şeyləri özlərindən eləmişdilər və buna Peyğəmbər sallallahu əleyhi və səlləm icazə vermişdi. Buna dəlil məsələn nədir? Avf ibn Məlikdən gələn hədisdə radiyallahu anh deyir ki, biz İslamdan qabaq, İslam gəlməmişdən qabaq biz deyir xəstələrimizi ruqiyyə eləyirdik deyir. Və Peyğəmbər sallallahu əleyhi və səlləmə sonra dedik ki, bu etdiyimiz ruqiyyələri İslam gələndən sonra bu ruqiyyələri Peyğəmbərimizə göstərdik və dedik ki, yəni ki, bu ruqiyyələr haqqında nə deyə bilərsən? Onda Peyğəmbər sallallahu əleyhi və səlləm bizə dedi ki, o ruqiyyə formalarını mənə göstərin, mənə gətirin, baxım. Onlar da ona izah elədilər, göstərdilər. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, əgər bir ruqiyyədə şirk yoxdursa, onu eləməkdə bir problem yoxdur. Deməli, icazə verir İslamdan qabaq ki, müəyyən ruqiyyələri icazə verir Peyğəmbər sallallahu əleyhi və səlləm. Bu da dəlildir ki, yəni ki, insan İslamın şərtləri daxilində ruqiyyədə ictihad eləyə bilər. Və digər bir hədisdə, Cabir ibn Abdullah radiyallahu anh gələn hədisdə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm ilkin vaxtlarda, İslamın ilkin vaxtlarında ruqiyyəni qadağan eləmişdi. Çünki ruqiyyə cahiliyyə dönəmində, yəni İslamdan qabaqki dönəmdə bir çox ruqiyyələrdə sehir, şirk formaları olduğuna görə və müsəlmanlar da hələ zəif olduqlarına görə imanda bu şeyi qadağan qoymuşdu. Necə ki, müəyyən başqa şeylər olub ki, İslamdan qabaq, İslam təzə gələndə müəyyən şeylər var ki, onlar İslamda qadağan idi, sonra da icazə verildi. Məsələn, insanların qəbirləri ziyarət eləmələri İslamın ilk vaxtlarında qadağan idi ki, insanlar gedib orada şirkə, küfrə düşə bilərlər. Sonradan isə artıq insanlarda iman, tövhid gücləndiyinə görə icazə verilir qəbirləri ziyarət eləməyə. Həmçinin ruqiyyə qadağan idi İslamın təzə vaxtlarında və sahabə deyir ki, Cabir ki, Peyğəmbər səhəm qadağan eləmişdir ruqiyyəni. Və Amr ibn Həzmin ailəsi gəlirlər Peyğəmbər sallallahu əleyhi və səlləm yanına və deyirlər ki, ey Rasulullah, ey Allahın Rəsulu, bizdə deyir elə bir ruqiyyə var ki, onunla biz deyir əqrəb sancmasından müalicə eləyirik. Yəni fayda var. Faydalı bir ruqiyyə var. Əqrəb sancanda insanı bununla ruqiyyə eləyirik, o sağalır. Və sən isə deyir ruqiyyəni qadağan eləmişsən. Onda Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, onu mənə göstərin. O ruqiyyə forması mənə göstərin və sonra deyir ki,
mən bunda deyir, bir şey göstərəndən sonra həmin ruqiyyəni, deyir ki, mən bunda elə bir şey görmürəm, yəni ki, sıxıntı görmürəm. Sizdən kim deyir, qardaşına fayda verə bilirsə, qoy onunla fayda versin. Və bunu da icazə verir. Bu da onu göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem İslamdan qabaq problem olmayan sözlərində, formalarında problem olmayan ruqiyyələri sahabilərə icazə verir. Ona görə İmam Tahavi rəhməhullah bu hədisin şərhində deyir ki, Cabir radiyallahu hədisinin şərhində deyir ki, əgər o ruqiyyə ki, onda müsəlman üçün xeyir var, fayda var, Peyğəmbər sallallahu aleyhi ve sellemin sözünə görə o insana o ruqiyyəni eləmək icazəlidir. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem nə dedi? Sizdən kim qardaşına fayda verə bilirsə, qoy onunla ona fayda versin. Burada da fayda nə ilə idi? Ruqiyyə ilə idi. Ona görə də deyir ki, əgər o ruqiyyədə ki, müsəlman üçün fayda var, xeyir var, o icazəlidir. Və həmçinin də başqa deməli, o ruqiyyələr ki, onda şirk yoxdur, onları eləmək icazəlidir. Və həmçində başqa bir hədisdə, deməli, Əbu Bakr İbni Süleyman İbni Əbi Həsmədən gələn rəvayətdə deyir ki, bir kişi, ənsarlardan olan bir kişinin bədəninə deyir, yara çıxmışdı, deyir. Yara çıxmışdı. Və sahabə qadınlardan olan Şifə binti Abdillah radiyallahu anhədə həmin o yara, bədəndə olan yaranı sağaltmaq üçün onda ruqiyyə var idi. Ruqiyyə eləyə bilirdi. Və gəlirlər o qadının yanına və ona deyirlər ki, onu ruqiyyə elə. O da deyir ki, vallahi deyir, mən deyir, İslamı qəbul eləyəndən bu yana ruqiyyə eləmirəm. Çünki Peyğəmbər qadağan eləmişək ruqiyyəni. Bu qadın da deyir ki, artıq mən daha ruqiyyə eləmirəm də, ruqiyyə qadağandır. Və gəlir həmin o ənsar Peyğəmbər sallallahu aleyhi ve sellem yanına ki, o Şifənin dediyini ona deyir ki, Şifə radiyallahu anhə məni ruqiyyə eləmir. Çünki qadağa var. Halbuki mənə ehtiyac var ruqiyyə eləməyə. Onda Peyğəmbər sallallahu aleyhi ve sellem Şifəni çağırır və deyir ki, mənə o əvvəllər elədiyin ruqiyyəni göstər. Və o da ona göstərir. Onda deyir ki, Peyğəmbər sallallahu aleyhi ve sellem həmin Şifə radiyallahu anhəyə ki, onunla həmin o xəstəni ruqiyyə elə, yəni ruqiyyə və davam elə və bunu Hafsaya da öyrət. Necə ki, kitabı yazmağı Hafsaya öyrətmirsən, Hafsa Peyğəmbər sallallahu aleyhi ve sellem zövcəsi olur. Ömər radiyallahu anhunun qızı. Deyir, onu Hafsaya da öyrət ruqiyyəni. Necə ki, yazmağı ona öyrətmirsən, Hafsaya öyrətmirsən, həmin bu ruqiyyəni də ona öyrət. Bu da onu göstərir ki, Allah Resulü sallallahu aleyhi ve sellem İslamdan qabaq ki, ruqiyyəni icazə verir qadına ki, onu davam elətdirsin. Bu oxuduğumuz hədislər hamısı onu göstərir ki, bu ruqiyyələr ki, Peyğəmbər sallallahu aleyhi ve sellem icazə verdi sahabələrə, onları şəriət onları öyrətməmişdi. Onlar İslamdan qabaq onlarda bilinən ruqiyyə formaları idi. Lakin Peyğəmbər sallallahu aleyhi ve sellem o ruqiyyələr dinləyəndən sonra və əmin olandan sonra ki, o ruqiyyələrdə heç bir problem yoxdur, şirk və sehir formaları yoxdur o ruqiyyələrdə, onlara icazə verdi. Və bunlar da dəlildir ki, ruqiyyədə ictihad eləmək icazəlidir. Yəni, ruqiyyə formalarında ictihad eləmək icazəlidir. Lakin burada bir mühüm məsələ var. Burada bir məsələ var. O məsələ də nədir? Alimlər burada yeni şərt qoyublar ki, ruqiyyədə ictihad etmək o zaman icazəlidir ki, ruqiyyənin şərtləri burada yəni ki, qeyd olunsun. Yəni, o ruqiyyə ki, orada şirk olmamalıdır, şəriətə zidd olan, qadağa olunan şeylər, məsələn, mənası anlaşılmayan, qəribə mənalar, sehrə bənzər sözlər, bunlar olmamalıdır. Cinlərdən və başqa şeytanlardan yardım istənilməməlidir. Həmçinin də talismandır, yazılı amuletlərdir, o sehr sözləri yazılmış o dua formalardır, onlardan istifadə edilməməlidir. Həmçinin də bu ruqiyyələr Allahın izni ilə fayda verməlidir. Yəni, fayda verməyibsə bu vaxta qədər ondan istifadə eləmək olmaz. Yəni, bu şərtlər ödənildikdə icazəlidir. Həmçinin də şeyx burada sonra gətirir ki, alimlərin özləri də ruqiyyədə ictihad eləyiblər və onlardan da bir neçə misalı
gətiriblər. Məsələn, alimlərdən ictihad eləyiblər ki, müəyyən ayələri, müəyyən xəstəliklər üçün seçiblər Qurandan. O ayələri oxuyublar. Yəni ki, ancaq o ayələri oxuyublar həmin o xəstə üçün. Amma yenə də etiqad ediblər ki, Quranın bütün ayələrində şəfa var. Lakin müəyyən ayələri seçiblər xəstələr üçün. Məsələn, iman və tövhid ayələrini seçiblər, cəhənnəmin zikr olunduğu və Allahın hədələdiyi o ayələr var ki, orada hədələr var, o ayələri seçiblər müəyyən xəstələr üçün ki, bu da xəstənin halına uyğun olaraq götürülüb. Məsələn, elə xəstələr olub ki, onlara sehr toxunub, yəni ki, o sehirin aradan qaldırılması üçün müəyyən ayələri seçiblər, gözdəymək üçün, həsəd üçün və bu şeylər üçün müəyyən ayələri seçiblər. Həmçinin elə ayələr var ki, orada səkinə sözü keçir, sakitlik bildirən söz. Bunu seçiblər, məsələn, o insan ki, ona qəm, qüssə, hüzün üz verib və yaxud da qəlbi sıxılıb, bu ayələri seçiblər həmin adamlar üçün. Məsələn, alimlərdən olan Leys bin Əbi Səlim rəhməhullah deyir ki, mən gördüm ki, deyir, mənə çatdı ki, deyir, aşağıda zikr olunan ayələr, indi oxuyacağım ayələri, sehir üçün çox güclü şəfa üçün təsir edir. Yəni Allahın izni ilə sehr olan adama bu ayələr onun şəfa tapması üçün böyük təsir eləyir. O deyir ki, götürülür bir qabda, yəni ki, su və ona bu ayələr oxunulur, o suya bu ayələr oxunulur, sonra da sehr olunan adamın başına tökülür. Bu ayələr də, deməli, sadalayıram, Yunus surəsinin 81-ci ayəsi və 82-ci ayəsidir. Allah Subhanahu taala buyurur ki: "Fələmmə əlqav qalə Musa mə ci'tum bihi sihr, innallaha sayubtilu, innallaha la yuslihu amalal mufsidin və yuhiqqullahu al-haqqa bi kalimatihi vəlau karihal mujrimun." Allah Subhanahu taala buyurur ki, onlar, yəni sehirbazlar əllərindəki ipləri və o taxtalara atdıqda Musa nə dedi onlara? Sizin gördüyünüz iş sehirdir. Həqiqətən Allah onu boşa çıxaracaqdır. Çünki Allah fitnə, fəsad törədənlərin əməlini islah etməz. Günahkarlar istəməsələr də Allah öz kəlmələri ilə haqqı bərqərar edəcəkdir. Və bu Yunus surəsi 81-82-ci ayələrdir. Həmçinin deməli Əraf surəsinin 118-ci ayəsindən 122-ci ayəsinə daxil olmaqla bu ayələrdir. Fəvaqa'al haqqu və batala ma kanu ya'malun fəqulibu hunalika və anqalabu sagirin və ulqiyas saharatu sajidin qalu amanna bi rabbil alamin rabbi Musa və Harun. Allah Subhanahu buyurur ki, beləliklə haqqı üzə çıxdı, onların etdikləri, yəni sehirbazların etdikləri isə batıl oldu. Sehirbazlar orada məğlub oldular və rüsvay olaraq geri döndülər. Sehirbazlar dərhal səcdəyə qapandılar. Onlar dedilər, biz aləmlərin Rəbbinə iman gətirdik, Musanın və Harunun Rəbbinə. Və sonra növbəti ayələr, o da deməli Taha surəsinin 69-cu ayəsidir ki, İnnəmə sana'u keydu sahir və la yuflihu sahiru haythu ətə. Allah Subhanahu buyurur ki, sağ əlindəkini yerə at. Yəni Musaya deyir Allah Subhanahu onların qurduqlarını, yəni sehirlərini udsun. Onların qurduqları sadəcə sehirbaz hiləsidir. Sehirbaz isə hara gedirsə getsin, uğur qazanmaz. Deməli, bu ayələri həmin o alim Leys ibn Əbi Səlim rəhməllah deyir ki, bu ayələrin sehir olunan adama böyük təsiri var. Qab götürülür, o qabın içinə su tökülür və bu ayələr o suya oxunulur və o sehr olunan adamın üzərinə tökülür və bununla Allahın izni ilə onun şəfa tapmasına böyük təsiri var. İbn Qeym rəhməllah deyir ki, Şeyxülislam İbn Teymiyyə rəhməllah onda deyir, bu başqa bir misaldır, onda deyir, işlər çətinləşdikdə, dünya işləri, sıxıntılar çoxaldıqda, orada səkinət keçən ayələri oxuyardı. Yəni, səkinət sözü keçən ayələri oxuyardı. Necə ki, deyir, ondan eşitmişəm ki, deyir, mənim deyir, başıma bir dəfə xəstələndiyim zaman, deyir, İbn Teymiyyə rəhməllah deyir ki, mənim başıma xəstələndiyim zaman böyük bir hadisə gəldi, deyir, və bu hadisə, deyir, məni aciz etdi ki, yəni ki, hərəkət eləyim. Çox güclü, yəni ki, çox böyük təsir etdi mənə ki, halsız elədi məni. Və yanımdakılara, ətrafımda olanlara, qohumlarıma dedim ki, o içərisində səkinət ayələri olan ayələri mənə oxusunlar. Və oxunduqdan sonra deyir, o hal məndən getdi, vəziyyətim düzəldi, hətta sakitləşib oturdum, deyir.
və heç bir narahatçılıq da qalmadı məndə. Və sonra İbn Qeym rəhməhullah davam edir ki, mən də deyir bunu deyir təcrübədən keçirtdim, həmin ayələri oxudum deyir. O dünya sıxıntıları, o çətinliklər mənə gəldiyim zaman, qəlbimə gəldiyim zaman bu ayələri özümdə oxudum deyir və deyir onun əzəmətli, böyük bir təsirini gördüm ki, qəlbim rahatlaşdı və mənə səkinət üz verdi. Və sonra sayır ki, səkinət keçən ayələr Quran-ı Kərimdə 6 yerdə gəlir. Onların birincisi Bəqərə surəsinin 248-ci ayəsidir ki, Allah Azza və Cəllə bu ayədə buyurur ki, وَقَالَ لَهُمْ نَبِيُّهُمْ إِنَّ آيَةَ مُلْكِهِ أَنْ يَأْتِيَكُمُ التَّابُوتُ فِيهِ سَكِينَةٌ مِنْ رَبِّكُمْ. Peyğəmbərləri onlara dedi, onun hökmdarlığının əlaməti sizə bir sandığın gəlməsidir. Onun içində Rəbbinizdən bir təskinlik var. Burada görürsünüz, səkinət sözü keçdi. Bu birinci ayə. İkinci ayə Tövbə surəsinin 26-cı ayəsidir ki, Allah Subhanahu taala buyurur ki, "Summa enzelallahu sakinatahu." Bax keçdi səkinət sözü yenə də. "Summa enzelallahu sakinatahu ala rasulihi və alal mu'minin." Sonra Allah öz elçisinə və möminlərə arxayınlıq nazil etdi. Və üçüncü ayə Tövbə surəsinin 40-cı ayəsidir ki, bu ayədə Abu Bakr radiyallahu anhu ilə Peyğəmbər sallallahu əleyhi və səlləmin mağaradakı hadisəsi zikr olunur. Allah Subhanahu buyurur ki: "İz yaqulu li sahibihi la tahsan, innallaha ma'ana, fa anzalallahu sakinatahu alayhi və ayyadahu bi junudin lam tarawha." O iki nəfər mağarada olarkən, yəni Abu Bakr ilə Peyğəmbər sallallahu əleyhi və səlləm, onlardan biri öz dostuna Abu Bakrə dedi: "Qəm yemə, Allah bizimlədir." Bundan sonra Allah ona arxayınlıq nazil etdi. Sizin görmədiyiniz döyüşçülərlə, yəni mələklərlə ona yardım göstərdi. Və dördüncü ayə hansı orada səkinət sözü keçir? Bu Fəth surəsinin 4-cü ayəsidir. Allah Azza və Cəllə buyurur: "Huvellezî enzele's-sekînete fî qulûbil mu'minîne liyezdâdu îmânen ma'a îmânihim ve lillahi cunûdus-semâvâti vel-ard ve kânallâhu alîmen hakîmâ." O iki nəfər mağarada Fəth surəsi 4-cü ayədə Allah Subhanahu buyurur ki, möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlblərinə rahatlıq göndərən odur. Göylərin və yerin orduları Allaha məxsusdur. Allah hər şey biləndir, hikmət sahibidir. Və 5-ci ayə Fəth surəsinin 18-ci ayəsidir ki, Allah Subhanahu buyurur ki, "Laqad radiyallahu anil mu'minina iz yubayi'unaka tahta's-şecerati fe'alima ma fi qulubihim فَاَنْزَلَ السَّك۪ينَةَ عَلَيْهِمْ فَأَثَابَهُمْ فَتْحًا قَرِيبًا." Allah Hudeybiyyədə ikən Rizvan beyyətində, ağac altında sənə beyyət edən möminlərdən razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara sükunət nazil etdi və onları yaxın zəfərlə, yəni Xeybərin fəthi ilə mükafatlandırdı. Və sonuncu 6-cı ayə də Allah Azza və Cəllənin gətirdiyi, Quranda nazil etdiyi ayə Fəth surəsinin 26-cı ayəsidir ki, Allah Subhanahu buyurur ki: "İz ca'alellezîne keferû fî qulûbihimul hamiyyətəl cahiliyyəti fe enzelallahu sakinatahu ala rasulihi və alal mu'minin." Kafirlər qəlblərində təkəbbürlüyə, cahillik lovğalığına qapıldıqları zaman Allah öz rəsuluna və möminlərə sükunət nazil etdi. Və buradan da görsənir ki, yəni bu 6 ayədə keçən səkinət ayələrini insan çətinlik yanında oxuyarsa, Allahın izni ilə onun qəlbindən bu sıxıntılar, çətinliklər aradan qalxar. Və bu da alimlərin tətbiq etdiyi qaydalardan biridir. Birinci ayə hansı, birinci forması idi, hansı ki, bir yax şeyxin gətirdiyi ki, sehr olunana müəyyən ayələri oxuduğu ayələri tətbiq eləmək. Bu da ikinci qaydası ki, alimlər tətbiq elbək ki, səkinət ayələri insanın qəlbində sıxıntı olarsa, dünya çətinliklər olarsa, qəlbi narahat olarsa, bu ayələri oxuyanda insanın qəlbindən o problemlər qalxır. Həmçinin Şeyx Muhammed bin Salih Usaymin rəhməhullah deyir ki, xəstəyə, onun xəstəliyinə uyğun müəyyən ayələr oxunduğu zaman o xəstəyə təskinlik verir, onun ağrılarını aradan qaldırır. Məsələn, o ayələrdən deyir ki, Şeyx Ənam surəsinin 13-cü ayəsidir ki, Allah Subhanahu bu ayədə buyurur ki: "Və lehu ma sakana fi'l-leyli ven-nahar və huves-sami'ul alim."
Gecədə və gündüzdə mövcud olanların hamısı onundur. O işləndir, biləndir. Və başqa bir ayəni gətirişək ki, bu da xəstə üçün oxunduğu zaman o xəstədən ağrı və o sıxıntılar qalxır. O da Nəml surəsinin 62-ci ayəsidir ki, Allah Subhanahu buyurur ki: "Əmmən yucibul muttarra izə da'ahu və yakşifus su'a və yec'alukum xulafa'al ard a ilahun ma'allah qalilan ma tezekkerun." Bütlər xeyirlidir, yəni bütlər Allahdan başqa ibadət olunan o bütlər xeyirlidir, yoxsa darda qalan kimsə ona dua etdiyi zaman onun duasını qəbul edən, şəri aradan qaldıran və sizi yer üzünün varisləri edən Allah daha xeyirlidir. Allahla yanaşı başqa bir məbud mu var? Siz necə də az düşünürsünüz. Və bu cür nədir? Buna uyğun münasib olan ayələr xəstəyə oxunduğu zaman xəstədən inşallah Allahın izni ilə sıxıntılar qalxır. Bu da onu göstərir ki, alimlər də ruqiyyə məsələsində müəyyən ictihadlar ediblər. Və ikinci məsələn ictihad məsələlərindən bayaq birinci məsələ müəyyən ayələrin seçilib xəstə üçün oxunması idi, hansı ki, bunları alimlər tətbiq ediblər. İkinci məsələ, məsələn, su götürülür, o suya oxunulur ayələr və xəstəyə verilir. Onun məsələn formalarından necə ki İmam Əhməddən gəlir ki, onun oğlu Salih deyir ki, mən deyir xəstələndiyim zaman atam deyir, yəni İmam Əhməd deyir, bir su qab götürərdi, onun içində su olardı deyir və o suya oxuyardı müəyyən ayələr və mənə deyərdi ki, bundan iç və onunla üzvü və əllərini yuh. Və başqa bir oğlu İmam Əhmədin Abdullah deyir ki, mən deyir, atamı gördüm ki, deyir, su götürdü, ona ruqiyyə elədi və ona ayələr oxudu və onu içdi və öz üzərinə tökdü. Və bu da onu göstərir ki, yəni imamlar müəyyən şeylər olub ki, o şeyləri də tətbiq ediblər ruqiyyədə və bununla da fayda olub. O da o formalardan biri suya müəyyən ayələr oxuyub onu içmək və onunla yummaqdır. Həmçinin İmam İbn Qeym rəhməhullah deyir ki, burada gözəl bir fayda gətirir ki, deyir ki, mən deyir, hərdən deyir məni deyir, narahat edici, güclü ağrılar gəlirdi. Az qalırdı ki, bu mənim hərəkətimi aradan qaldırsın. Yəni, hərəkətsizlik gəlirdi mənə, çox. Xüsusilə də deyir, Kəbəni təvaf elədiyim zaman deyir, yəni bu hallar daha çox şiddətlənirdi məndə deyir. Mən də deyir, əlimi qoyurdum həmin yerə, Fatihə surəsini oxuyub ora sürtürdüm. Sanki bədənimdən deyir, həmin ağrı çıxıb gedirdi deyir. Hətta deyir, bunu dəfələrlə təcrübədən keçirmişəm. Həmçinin deyir, zəmzəm suyunu götürürdüm deyir, zəmzəm suyunu və onu bir qaba tökürdüm deyir və ona dəfələrlə Fatihə surəsini oxuyurdum. Və sonra deyir, o suyu içirdim. Və sonra ondan sonra deyir, elə bir fayda, elə bir güc hiss edirdim ki, heç bir dərman bu gücü gətirmirdi mənə deyir. Subhanallah, fikir verin, zəmzəmə Fatihəni oxuyub içirdim. Əgər bu deyir, daha güclü ola bilər, insanın imanı, yəqinliyi daha güclü olarsa deyir. Yəni, bu da onu göstərir ki, sələflər suya oxuyub içməyi də yəni, təcrübədən keçiriblər. Lakin burada bir məsələ var ki, keçən övrə bu məsələni zikr etmişdik keçən dərslərimizdə ki, suya oxunduğu zaman, insan üfürdüyü zaman, yəni o tüfürcəyi ilə bərabər, ağız suyu ilə bərabər bunu eləməməlidir. Çünki Allahın izinə bu qarşılarsa o tüfürcək suya, o suyu yəni ki, korlayar və sonradan da o suyu içənə zərər gətirə bilər. Və həmçində insanın ağzında, mədəsində müəyyən bədən xəstəlikləri varsa, ağız xəstəlikləri varsa, bundan da istifadə eləməsi, üfürməkdən istifadə eləməsi düzgün deyil. Həmçində insan üfürdüyü zaman ağzı təmiz olmalıdır. Misvakla və yaxud da ki, günümüzdə olan müasir təmizləyici vasitələrlə dişlərini təmizləməlidir ki, yəni, suya zərər gətirməsin. Bu suya üfürmək formasıdır. Üçüncü forma insanın müəyyən mübah maddələri götürüb, vərəqə yazıb, o maddələri vərəqə yazıb, Quran ayələrini o maddələrə batırıb, belə deyək də, mürəkkəb kimi istifadə edib bu maddələrdən, icazəli maddələrdən Quran ayələrini vərəqə yazıb, Quran ayələrini suyun içinə qoymaq və o su həmin o vərəqdəki ayələri təmiz yuyub aparır, ağ vərəq qalır, sonra vərəqi çıxardırsan, o sudan istifadə edirsən. Bu da gəlib sələflərdən. Yəni, götürürsən mürəkkəbi, müəyyən maddələrdən hazırlanmış mürəkkəbi, o mürəkkəblə vərəqə ayələr yazırsan. Quran ayələri, Fatihədir, İxlas, Fələqdir. Sonra o vərəqi qoyursan suyun içinə.
O su o mürəkkəbi yub aparır təmiz. Həm ki o yazılan ayələr suya qarışır, vərəq təmizlənir. Sonra vərəqi çıxardırsan, o sudan istifadə edirsən. Və bu da icazəlidir. Necə ki Mücahid rəhməhullahdan İbn Abbasın tələbəsindən gəlib bu ki, bunda bu cür Quran ayələrini vərəqə yazıb suya qoymaqda bir problem yəni görməyib, icazə verib. Həmçinin Əyyub Səxtiyan rəhməhullah da deyir ki, Əbu Qaləbə rəhməhullah gördüm ki, o deyir Quran ayələrini yazır, sonra onu suyla yuyur və sonra o suyu bir kişi içir və hansı ki o kişidə ağrı var idi. O kişiyə o suyu çizdirir ki, o ağrını aradan qaldırması üçün. Yəni sələflər bu cür qaydanı tətbiq eləyiblər. Həmçinin İbn Qeym rəhməhullah da deyir ki, sələflərdən də bir qrup alimlər görmüşəm ki, deyir, onlar xəstə üçün Qurandan ayələr yazırlar, sonra da həmin yazını o suyla yuyurlar, su içine salıb o yazını yuyurlar və o xəstəyə içirilir. Bu da deyir, yəni ki, böyük təsir olur xəstəyə. Həmçinin də deməli, Qadi İyad rəhməhullahdan gəlir ki, o deyir ki, şeyx ki, nuşra halında zikir və Allahın gözəl adlarının yazıldığı şeylərin yuyulduğu sudan şəfa üçün istifadə etmək icazəlidir. Nuşra nədir? Nuşra sehrin növlərindəndir. Hansı ki, bu çox vaxt adı nədir? Müalicə növüdür bu. Nuşra müalicə növüdür. Sehr toxunan insanı, yəni ki, ruqiyyə ilə müalicə olunur və onun üzərinə örtən o xəstəliyi aradan qaldırır o müalicə. Ona görə ona nuşra deyilir. Yəni aradan qaldırılan bir şeydir. Yəni sehr olunan adamı bu üzərinə Quran ayələri yazılmış o vərəqləri suya batırıb onu içizdirməklə müalicə eləməyi alimlər icazəli görüblər. Və burada müəyyən şərtlər qoyublar ki, həmin o mürəkkəb, hansı Quran ayələri yazılır, o mürəkkəb icazəli mürəkkəb olmalıdır. Nəcis şey olmalıdır. O da nədir? Məsələn, qanla götürüb bunu yazmaq icazəlidir. O icazəli şeylər, məsələn, zəfərandır. Zəfəranla ən çox yazılır bu mürəkkəb. O icazəli, mübah şeydir zəfəran. Lakin bəzi avamlar götürüb bunu qanla yazırlar, Quran ayələrini. Qan murdar olduğuna görə bunu istifadə eləmək olmaz Allahın kitabının yazılarını yazmaq üçün. Həmçinin də burada fayda var ki, insanın bunu özü eləməsi daha faydalıdır. Yəni bir var ki, kimsə sənin üçün bunu yazıb eləsin, lakin insanın özünü ruqiyyə eləyəndə daha faydalı olanda, daha yaxşı olur insanın müalicəsi. Ona görə yəni ki, xəstə adam özü bunu eləsə daha faydalı olur. Və həmçinin də burada bir neçə məsələni şeyx gətirir ki, insan vərəqi su içinə salıb çıxardandan sonra əmin olmalıdır ki, o vərəqdəki ayələr pozulublar. Birdən pozulmaz o vərəqdəki ayələr, insan götürüb o vərəqi atar. Bu da Allah qorusun Quranın ayələrinə olan həqarətdir, təhqirdir ki, yəni ki, pis yerlərə düşə bilər ayələr. Ona görə də insan əmin olmalıdır ki, o ayələr o suyun içində silinib gediblər. Həmçinin də ki, bəzi insanlar var ki, günümüzdə götürürlər, belə eləyirlər, suya salırlar o ayələri və o suyu hazırlayırlar, ruqiyyəli su hazırlayırlar və götürüb bunu satırlar. Bu da icazəli deyil. Necə ki, bu barədə müasir alimlər heyətinin fətvası var ki, bu cür eləyib suyu satıb insanlara bununla pul qazanmaq, insanların malını haqsız yerə, batilcəsinə yeməkdir. Belə şeylər icazəli deyil, belə şeylər qadağandır. Həmçinin də bugün günümüzdə bəzi insanlar götürürlər, Quran ayələrini silinməz formada qabların üzərinə yazırlar. Qablara ayələr yazırlar. Və bu da Qurana qarşı şübhəsiz hörmətsizlikdir. Çünki bir də görürsən ki, qab adi günlərdə bir yerdə istifadə olunur, götür o qabda yemək yeyilir, Quran ayələrinin üstünə müəyyən şeylər tökülür və yaxud da ki, qab sınır, o qab atırlar zibilxanaya və beləcə Allahın ayələri pis yerlərə düşməyə səbəb olur. Ona görə də belə şeylər icazəli deyil. Qabların üzərinə müəyyən yerlərə Allahın ayələrini yazıb orada silinməz formada saxlamaq bu icazəli deyil. Həmçində burada müəyyən məsələlərdən odur ki, vərəq suyu içərisində uzun müddət saxlanılmamalıdır. Yəni ki, o elə formada olmalıdır ki, dərhal təmizlənsin və o su hazır olsun. Yoxsa yəni uzun müddət qalanda xəstəyə ziyan verə bilər o su. Həmçinin alimlər
ailəsi ilə yaxınlıq münasibəti qura bilməyən insanlarda, yəni cinsi zəiflik olan insanlarda bu sehrin növlərindəndir. Sehr olunanda bəzən insan öz ailəsinə yaxınlaşa bilmir. Cinsi zəifliyi olur hər iki tərəfdə. Bu cürünə olan xəstələrə çox vaxt sidr yarpağı ilə qarışdırılmış, ruqiyyə olunmuş suyu tövsiyə ediblər. Bunun da çox böyük faydası var. Necə ki, İbn Battal rəhməllah gətirir ki, İbn Battal Buxarını şərh edən alimlərdəndir. Vahib İbn Münebbihdən gətirir ki, şeyx ki, Vahib İbn Münebbih rəhməllahdan gətirir ki, deyir ki, o deyir, 7 dənə deyir, sidr yarpağı götürülür yaşıl formada. Bu qaydasıdır. 7 dənə yaşıl formada sidr yarpağı götürülür və o daşla əzilib toz halına salınır. Formasını gətirir. Sonra deyir, onu suya salırsan və sonra su ilə qarışdırırsan onu və sonra həmin suya Ayət-ül Kursini, İxlas surəsini, Fələq surəsini, Nəs surəsini oxuyursan və sonra da ondan deyir, 3 qurtum həmin xəstəyə çizdirilir və onunla xəstə çimizdirilir. Və deyir, ondan sonra Allahın izni ilə deyir, o üz verdiyi xəstəlik inşallah ki, tamamilə gedir. Və bu da deyir, ən çox kimə xeyir verir deyir, o kişiyə ki, o kişi ailəsi ilə yaxın münasibət qura bilmir, daha çox bu cürünə xəstələrdə tətbiq olunur. Bu çox baş verən xəstəlikdir, hansı ki, günümüzdə də bu görsənir ki, bəzən görürsən ki, çox vaxt ailələrdə insan öz ailəsinə yaxınlaşa bilmir, çətinlik çəkir və yaxud da mümkünsüz olur, hətta yaxınlaşa bilmir bir-birlərinə və bu da ailələrin dağılmasına səbəb olur. Və bu da gözdəymənin, sehrin yəni səbəbi ilə baş verən xəstəlikdir. Bu cürünə müalicə növü o cürünə xəstələrdə tətbiq olunur. Allahın izni ilə yəni ki, bu xəstəliyin getməsinə çox böyük səbəb olur. Yəni burada da yəni şərt deyil ki, təkcə daşla ovulsun bu şey, yəni sidr tozu. Günümüzdə olan müasir elektron cihazlarla da toz halına salına bilər və həmçində burada şərt deyil ki, sidr yarpağı 7 dənə olsun. Çox da ola bilər. Bir ovucu götürüb onu əzib, toz halına salıb, bu cürünə tətbiq eləmək icazəlidir. Bir daha deyirəm, sidr tozu toz halına salınır, sidr yarpağı yaşıl formada toz halına salınır, sidr yarpağı, sonra o suya tökülür, qatışdırılır və sonra ona Quran ayələri oxunur, sadaladığımız Quran ayələri və sonra xəstəyə çizdirilir. Və Allahın izni ilə çox böyük təsiri var. Və 5-ci də sələflərin ruqiyyədə iştihad etdiyi məsələlərdən deməli, heyvana ruqiyyə eləmək və bu da gəlib sələflərdən ki, onlar heyvanlara ruqiyyə eləyiblər. Necə ki, Abdullah ibn Məsud radiyallahu gəlir ki, sahabələrdən gəlir ki, Suheym ibn Nevfəl deyir ki, biz deyir, Abdullah ibn Məsud radiyallahu yanındaydıq bir dəfə deyir, ona Musafdan olan vərəqləri göstərdik, müəyyən suallar verirdik ona və deyir, bir cariyə gəldi, deyir, ərəblərdən deyir. Həmin cariyə deyir, bizim yanımızda olan bir o bədəvi ərəblərdən birinin yanına gəldi. Biz oturmuşduq deyir, məclisdə və o cariyə dedi ki, filənkəs sənin heyvanın, filənkəsin sənin heyvanına gözü dəyib. Yəni göz dəyib ona. Və o heyvan da deyir, nə yeyir, nə içir, nə sidik ifraz edir və s. Yəni ki, heyvan xəstələnib. Həmin o cariyə, qadın, həmin o kişiyə sözü deyir heyvanından. Onda sonra deyir ki, cariyə onun üçün ruqiyyə eləyən axtaraq. Həmin o kişiyə deyir. Onda Abdullah Məsud da deyir ki, sahabə də deyir ki, onun üçün ehtiyac yoxdur, yəni ki, ruqiyyə eləyən axtarmağa. Gəlin sizə bir kişiyə tətbiq qaydası deyim, onu eləyin, inşallah ki, sağalar. Sonra Abdullah Məsud deyir ki, o heyvanın yəni ki, sağ burnuna 4 dəfə və sol burnuna da 3 dəfə o dediyim duanı oxuyun. Dua da belədir. Əzhibil bəs, Rabbən nəs, vaşfi əntə şəfilə, yəkşifud durra illə ənt. Ey, yəni ki, çətinliyi aradan qaldıran, aləmlərin Rəbbi olan Allahım, ey çətinliyi aradan qaldıran, sən şəfisən, yəni şəfa verənsən, ona şəfa ver, səndən başqa zərəri, o çətinliyi aradan qaldıran yoxdur. Yəni bu duanı 4 dəfə sağ burununa, 3 dəfə də sol burununa, deşiyinə oxuyun, İnşallah ki, fayda verər. Və kişi də deyir ki, həmin kişi gedir, onu tətbiq edir və sonra bir müddətdən sonra gəlir, deyir ki, yəni ki, mən onu tətbiq elədim, artıq heyvan yeyir, içir və bayra gedə bilir.
Və bu da onu göstərir ki, sələflər heyvanların ruqiyyə olunmasında da yəni ruqiyyəni tətbiq ediblər. Bu da sadaladığımız müəyyən ictihad növləri idi ki, alimlər, sahabələr ictihad ediblər ruqiyyədə və bu da onu göstərir ki, ruqiyyə şəriətin icazə verdiyi şərtlər daxilində onda ictihad olunarsa, yəni şəriətin gətirmədiyi müəyyən şeylər tətbiq olunarsa ruqiyyəyə, bu icazəlidir və bu barədə dəlilləri artıq zikr etdik. Düzünü Allah bilir. Sallallahu alə nəbiyinə Muhammedin və alə alihi və sahbihi əcmain.